Aqibətün xeyir olsun, ən gözəl yollarından biri ata-anaya xidmətdir. Sizcə problemlərin həyatda az olsun, ən gözəl yollarından biri ata-anaya xidmətdir. İstəyirsiniz həyatınıza bərəkət gəlsin, ruzu gəlsin, ata-anaya xidmət edin. Onun elə bərəkətləri var, mən sizə deyim. Necə ki, bir dənə mən hədis demişdimsə ki, bəzi günahlar var, heç nə ilə yuyulmur. İmam Hüseynə göz yaşı dökəndə təmizlənir. Ona da hiss deyilir. Görürsən ki, nəsə lap dərindən təmizləyir adamı. Məclisdən çıxanda hiss deyilirsən. Eləcə də deyir, elə bərəkətlər var ki, özünü öldür ibadətlə əldə eləməyəcəksən. Valideynə xidmət. Xidmət üçün fürsət axtarasan, belə yox. Xidmət üçün fürsət. Ürəkdən sevinə bir dəfə sənə dua eləyə, onun bərəkətini dirəsinə verməyəcək, heç nə. Dinsiz dua eləmir, tutaq ki, Allah eləməsin. Allaha deyin ki, yenə də şaddır, o şadlıq halı var valideyn ürəyində. Onun bərəkəti həyatıma gələcək. Bir dənə səmimi duasını qazan, görün həyatınız necə dəyişir. Ümumiyyətlə, mən sizə bir söz deyim. Problemə çox düşəndə birinci yerin fikrinizi deyir, axı səbəb axtarırıq. Birinci olaraq aparın valideyni ki, nəsə orada, nəsə bəlkə düz eləməmişəm.